Hər vaxtın xeyir olsun Çinarə. Dediyin kimi bu ilin 9 aya ərzində Azərbaycanda 3136 nəfərdə vərəmə yoluxma halı qeydə alınıb. Təbii ki, aralarında ilkin və ikinci dəfə olaraq da bu hal qeydə alınıb və bu da ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər azdır. Ötən ilin eyni dövründə, yəni 2024-cü ilin 9 aya ərzində 3403 nəfərdə yoluxma faktı qeydə alınıb və indiki məqamda görürük ki, rəqəmlərdən, statistik rəqəmlərdən aydın olur ki, artım tempində azalma müşahidə olunur və bununla bağlı ilə Ağciyər Xəstəlikləri İnstitutunun deməli həkim ftiziatrı Hədiyyə Hacı Məmməlidən informasiyaları alacaq ki, artım tempinin azalmasının səbəbləri nələrdir və bunun qarşısını almaq üçün hansı addımlar atıla bilər? Təfərrüatları Hədiyyə xanım, buyurun sizdən eşidək. Hər vaxtınız xeyir, hər birinizin çox düzgün vurğuladınız. Bəli, əvvəlki illərlə müqayisədə bu il vərəmdə ilkin və residiv hallarının azalması tendensiyasını biz müşahidə edirik. Biz hər birimiz bilirik ki, vərəm yoluxucu xəstəlikdir. Əlbəttə bu halda bizim üçün risk qrupu olan şəxslər xüsusi diqqət cəlb eləyir. Bu şəxslər bilirik ki, vərəmli xəstəliklə bir evdə yaşayan şəxslər, xronik xəstəliyi olanlar, uşaqlar, yeniyetmələr və yaşlı şəxslərdir. Onların mütəmadi müayinə olunması, diqqətdə saxlanılması həm yoluxma tendensiyasının azalmasına gətirib çıxardır. Eyni zamanda da Səhiyyə Nazirliyinin Qlobal Fondun dəstəyi ilə ölkəmizə gətirilmiş yeni preparatlar vasitəsilə vərəmli xəstələrinin müalicəsində biz çox böyük yeniliklər əldə eləmişik, çox böyük uğurlar əldə eləmişik. Günümüzdə istər profilaktikada, istər müalicədə yeni preparatlar sayəsində həm müalicə dövrünün azalmasında azalması müşahidə olunur, həm uğurlu nəticələrimiz daha böyükdür. Ona görə də hər bir ölkəmizin hər bir regionunda hər bir vərəm xəstəsi üçün vərəm preparatları çox əlçatandır, tam dövlət təminatlıdır və hər bir vərəm xəstəsi rahatlıqla öz müəssisəsinə yanaşıb preparatını götürərək müalicəsini ala bilər. Əvvəl daha uzun müddətli müalicə var idisə də günümüzdə bu müddət daha qısadır və ona görə də vərəm xəstələrini müalicəyə cəlb eləmək daha asandır və uğurlu nəticəni də daha yaxşı əldə edirik. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları bizlə paylaşdığınız üçün. Bir daha xatırladım ki, hazırda Azərbaycanda vərəmə yoluxma halında, yəni yoluxucu xəstəliyə yoluxma faktının azalması müşahidə olunur və təbii ki, bu da sevindirici haldır və burada da ölkəyə gətirilən yeni preparatlar və yeni müalicə üsullarının sınaqdan keçirilməsi də mühüm rol oynayır. Eyni zamanda bir məqamda qeyd edirəm ki, xüsusilə bu yoluxucu xəstəliyə yoluxmamaq üçün xüsusi risk qrupuna daxil olan insanlar bu məsələdə diqqətli olmalıdırlar və xəstəliyə yoluxmuş şəxslərin təmasdan qaçınmalıdır. Eyni zamanda sağlamlıqlarını mütləq şəkildə diqqətdə saxlamalı və həkimlə mütəmadi olaraq məsləhətləşmələri aparmalıdırlar. Çatdıra biləcəklərimiz bu qədər. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə, bu aktual mövzu ətrafında əlbəttə ki, fikirləri aldığın üçün, həm də statistikaları təqdim etdiyin üçün